Getmədi də Sevinç xan. O hadisədən sonra təslimçi sülhə getmədi. Əslində ona hesablanmışdı ki, Ukraynaya təsir göstərməklə, həm də siyasi təsir göstərməklə daxildən məcbur olunsun sülh sazişinə gedilməli. Amma Zelenski buna getmədi. Doğrudur, çox ciddi formada təsir elədi. Burada söhbət sadəcə Zelenskidən getmir. Ukraynada istənilən bir hakimiyyət bu vaxtdan sonra Rusiya meyilli hakimiyyət olmayacaq və işğalla barışmayacaq, barışa bilməz. Çünki Rusiya çox pis bir iş elədi. Rusiya özünün biz az əvvəl sadaladıq siyasi, iqtisadi və sair imkanlarını məhdudlaşması. Amma çox bir ciddi faktoru var ki, Rusiyanın özünün şah damarına toxundu. Bunun biri ondan ibarətdir ki, Slavyan xalqları arasında Rusiya Slavyanları qətl etməklə Slavyan İttifaqının rəhbəri funksiyasını, lideri funksiyasını itirmiş oldu. Vahid Slavyan bir anlayışına zərbə vurdu və o resursunu itirdi. İkinci də pravoslavlıq məsələsində. Pravoslavların mərkəzi kimi. O Gürcüstanda ortadadır, Ukraynada isə tamamilə düşmən mövqeyinə çevrildi. Bax, bu baxımdan Ukraynada kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiyaya düşmən mövqeyində olacaq. Çünki xalq düşməndir. Hər bir ailədə kimisə Rusiya tərəfindən qətlə yetirilib. Xalq düşməndir. Digər bir tərəfdən Zelenskinin hakimiyyətdə Zelenski seçkiyə getmir axı. Qanunvericiliyə görə hərbi əməliyyatlar keçirilərkən seçkilər, hərbi əməliyyatların sonuna qədər təxirə salınır. Bu konstitusiyon normadır. Yerə gəlmişkən bu konstitusiyon normaya oxşar norma bizim qanunvericimizdə də var, konstitusiyamızda var ki, hərbi əməliyyatların keçirilməsi, seçkilərin keçirilməsini mümkünsüz etdikdə seçkilər hərbi əməliyyatların sonuna qədər təxirə salınır. Yəni Zelenskinin seçki ilə bağlı bir gündəliyi də yoxdur və daxildən də belə bir tələb yoxdur. Seçkilərin keçirilməsi barədə müxalifəti də yoxdur. Bu baxımdan o hissədə hazırlanan plan, təzyiq işə yaramadı. Bilirsiniz, təbii ki, bu Zelenskiyə ciddi mənfi təsir göstərir, onun imicinə təsir göstərir. Zelenski ilə bağlı Zelenski bir qəhrəman obrazı yaranmışdı Ukraynada. Bu hələ də tam sıradan çıxmadığını mən düşünürəm. Ona ciddi bir zərbə vurdu. Zelenski rəsmi paltar niyə geyinmirdi ki, mənim ölkəm müharibədədir, mən yasdayım. Bunun qarşılığında komandanın korrupsiya ilə məşğul olması, bu cür dəbdəbəli həyatla bağlı təqdimatlar təbii ki, onun imicinə zərər vurur. Amma qeyd elədiyim kimi, geniş mənada nəticəyə təsir edəcək bir proses olmadı o. Rusiya-Ukrayna məsələsi bu yay ərzindəki müharibənin nəticəsi. Bəli. Bax, bu proses yay aylarında yeni bir müharibələr başlayır. Hər iki tərəf buna hazırlaşır. Bu müharibədə hər bir tərəf mövqe əldə etməyə çalışacaq. Ukraynanın siyasəti ondan ibarətdir ki, mərkəzləri vursun. Rusiyanın daxilində artıq təhlükə yaratsın. Çox maraqlıdır ki, Rusiya məsələn Ukrayna Kiyevdəki məsələn prezident sarayını vurmur ya vura bilmir. Bu məsəl üçün İranda nə baş verdi? Amerika Birləşmiş Ştatları və İsrail İranın dini lideri, mənəvi liderini, dövlət başçısını götürə bildi aradan. Məsəl üçün Rusiya bunu edə bilmir. Burada ya resursları çatmır bunu etməyə. Yox, istəmir, ola bilər. Ya etmək istəmir. Ya etmək istəmir. Niyə etmək istəmir? Bax, müəyyən suallar yaradır. Amma Ukrayna əksinə mərkəzə doğru irəliləməyə çalışır, vurmağa çalışır. Bu yeri gəlmişəm, bu mən az əvvəl dediyimi Rusiya analitikləri də artıq səsləndirməyə başlayıb, Telegram kanallarında danışmağa başlayıb ki, ən azından bir simvolik də olsa bir Rusiya buna cəhd etməlidir.